Bugünkü mövzumuz Bugün yoxdur. bugün daha ümumi söhbət eləyəcəyik. Kapitalizm indi hamının inandığı dindir. Hamı inanır ki, biz bura gəlmişik ki, var gücümüzlə pul qazanaq. Yəni sən işləmirsənsə dəyərin yoxdur. Nə qədər alırsansa, nə qədər ən bahalısı səndədirsə, o qədər dəyərlisən. Bunların hamısı kapitalizmdir. Kapitalizm onda da var idi əslində. Sadəcə onda kapitalizmin bir alternativi var idi. Kapitalizm əslində çox da pis bir şey deyil. İnsanlar sadəcə Məncə çox pis bir şeydir. Məncə insanın xislətinə ən uyğun sistem kapitalizmdir. Çox yanlış olduğunu düşünürəm. Məncə kapitalizm yaxşı işləyən, amma ideal olmayan bir sistemdir. Sadəcə olaraq məncə də yəni kapitalizmdən başqa bir sistem işləməzdi yəqin ki. Məncə İnsanlar üçün. işləyər. Yəni indiki vəziyyətdə dünyanın hal-hazırda içində olduğu vəziyyətdə ümumiyyətlə kapitalizm işləməməyə doğru gedir. Yəni yaranan bir çox iqtisadi problemlər, nüfus görə ola problemi. bilər. Bəzən mənə çox absurd gəlir. Elon Musk trilyoner oldu deyəsən, ilk trilyoner insan oldu. Bir insanın ya da bir neçə insanın əlində bu qədər çox pulun olması ya da gücün olması və s. Hə, bunlar mənə şey gəlir bəzən ki, bu qədər də olmamalıdır. Bəlkə də bunun bir limiti mi ya başqa bir şey olmalıdır ki, yəni bunu nizamlayan. Kapitalizmin bu hissələri hə. Bu hissələr yox, belə ən çox günümüzdə həyatımıza işləyən hissələri, sənin həyata baxdığın, verdiyin məna, dünyaya baxanda gördüyün şey, maşına baxırsan, varlı adam görürsən, geyimə baxırsan, küçəyə baxırsan, hər şeyi maddi dəyəri ilə ölçürsən. Təbiətə baxsan, heyvanlara baxsan, görürsən ki, yəni onlar da əslində həyatları mübarizədir. Bu gün yemək tapdımmı? Sabah sadəcə biz artıq o leveli aşmışıq. Yenə də həyat bir yarışdır da. Axır ki, bir şəkildə başqalarından üstünlüyü qurmağa çalışırıq, avtoritetmi. Bu heyvanlarda sadəcə fiziki gücdür bəlkə mən daha toxam, mən daha sağlamamdır, amma insanlarda artıq başqa şeydir. Bunu mən ifadə edə bilmirəm sözlərlə. Mən də aynı kimi düşünürəm ki, yəni nəsə düzgün deyil elə bil. Bizim düz deyirsən, həyat bir yarışdır, amma ki elə bil ki bizim sistemdə nəsə düzgün deyil də, özümüzü belə hiss eləməyimizdə. Mən də onsuz da razı deyiləm. Mən demirəm belə olmalı, bomba kimidir. Amma ki, yəni biz bir yerdə də biolojik canlılıqdan çıxmışıq, sosial bir canlıya çevrilmişik. Sosial tərəflərimizi elə bil ki, satisfy eləyə bilmirik bu həyatla. Heç inanmıram ki, kapitalizm insan fitrətinə ən uyğun olan sistemdir. Sadəcə biz daha doğrusunu tapmamışıq deyə düşünürəm. Yəni əlimizdə olanların arasında. Əlimizdə olanları düşünməyək. Mən həmişə belə deyəndə kapitalizmin mənfilərini göstərəndə hamı başlayır sən sosialistsən, sosializm bundan da betər idi. Nə dəxli var? Yəni kapitalist deyilsənsə sosialist olmalısan. Müsəlman deyilsənsə elə bir xristian olmalısan demək. Aslında olsaydı bu qədər vaxtda insanlar tapa bilmirlər də. İntellektual insanlar oturub sırf bunun üstündə işləməlidir ki, burada nə səhv gedir, biz bu dəqiqə onu həll etməyə çalışaq. Amma güc əlində olan insanlar istəməz ki, onsuz da bu sistem dəyişsin, çünki onlara sərf eləyir. Bilirəm çox adam deyəcək ki, mənə nə var, məsuliyyətim yoxdur, politikaya qarışım, siyasətə təsir göstərim, əxlaqi ambisiyam olsun, bu mənim vəzifəm deyil. Bu deyən insanlar okey, elə desinlər. Amma biraz olsun vətəndaş olaraq və ya da dünya üzərində yaşayan bir insan olaraq, adi bir insan olaraq özündə məsuliyyət hiss edən insanlar məncə hamısı bu əxlaqi vəzifəni öz üstündə hiss etməlidir. Kantın əxlaqlı olmaq, vəzifə əxlaq. Onu başqa insanlar üstündən aparılan bir şey ki, yəni belə olmalısınız. Vaxtlar da yoxdur ki, yəni çoxu sənin dediyin məsələn kapitalizmin ağışındadılar ki, özü belə maraqlı olan bilsən nədir? Kapitalizm insanları razı sala bilir. Düzdür, hər kəs bəlkə də müəyyən qədər narazıdır. Hər kəs deyir ki, yoruldum işləməkdən falan, amma hamı da ən son iPhone-u gedib almaq istəyir. Hamı bahalı restoranda oturmaq istəyir. Hamı gedib səyahət etmək istəyir və s. Çox böyük hissəsi. Və çıxıb desən ki, yəni kapitalizm olmasın, başqa cür olsun. İnsanlar yəni buna bəlkə də etiraz edəcəklər ki, mən istəyirəm o təzə telefonu. Bu da axır kapitalizmə gedib çıxır. Onu bir istehsal edib satmalıdır. Arzunun hamı yox dediyi cümlədəki hamı olmayan şəxslər ayrı variantı düşünə bilər. Hansı ki dünyada onsuz da bu istiqamətdə çalışmalar gedir. Moral Ambition deyilən məsəl üçün bir qrup var. Rutger Bregman çox adam məncə tanıyır, tarixçidir. Mən sizə həmişə danışıram, insanlığa pozitiv bir yanaşma adında kitab yazıb. Yəni onun elə bir ideyası var ki, insanlar əslində çalışmalıdır ki, Kantın da dediyi kimi bu vəzifəni öz üstünə götürməlidir. Ən azından bir sıra ağıllı insanlar. Yəni bu iPhone almaq istəməyən, amma daha dərin bir şey axtaran həyatda adamlar məncə çalışmalıdır. Ki onsuz da elə adamlar iz qoyurlar çoxunda olur. Belə çox da oturub cəmiyyət falan üzərində düşünən insanam, amma ki nəsə dəyişəcək bir insan deyiləm də deyə düşünürəm. Amma məsələn mən son model iPhone ala bilərəm hal-hazırda, amma istəmərəm. Yəni niyə alım deyə düşünürəm. Məncə belə insanlar çoxdur. Yəni hamı elə də deyil. Təkcə telefon deyil. Təkcə telefon deyil. Sən özünə baxsan, sən də geyim baxımından da çox sadə insansan, makyaj baxımından da, hər baxımdan. Yəni bu şəkildə özün kimi neçə dənə oğlanları keçdim, çünki onların üstündə bu qədər təzyiq yoxdur. Neçə dənə qadın görmüsən ki, bu qədər kapitalizmin oyununa qurban getməsin. Gündə bir makyaj aləti almaq, gündə bir paltar dəyişmək. Kişilər də başqa cəhətdən, yəni daha varlı olmaq, maşın almaq, ev almaq.
telefon almaq Son model maşın. heyran olduğumu deyim ya belə təəccübləndiyim. Apple-ın məsələn telefonları ya almaz və s. başqa bir şey. Almaz məsələn dəyərli bir şey deyil əslində brilliant. Yəni karbondan alınır, süni şəkildə də orijinal almaz almaq olur. Amma bu qədər qiymətlidir. Status. Rolex saatı nəyi Hə, göstərir? məsələn markadır sadəcə. Sadəcə olaraq status göstərir. O deyirlər keyfiyyət məsələsi. Yəni deyək ki, məsələn 10 manatlıq bir şeylə 100 manatlıq bir şeyin arasında keyfiyyət fərqi olar. Amma 100 manatlıq bir şeylə 150 manat, 200 manat artıq yəni bir səviyyədən sonra məndə keyfiyyət dəyişməməyə başlayır. Ortaq keyfiyyət olur. Həmin markaların, brendlərin məhsullarına baxırsan, tutaq ki, 11.000 dollara bir dənə çantadır və onun maksimum qiyməti maya dəyəri 500 manatdan artıq deyil. Markanı insanlara satmağı bacarırlar. Deyərək buna pul verir və bunu bir şəkildə bacarırlar ki, məsələn iPhone-sa yaxşıdır, gedim onu alım. Dolce Gabbana olsun, başqası olsun. Sadəcə paltardır bu da. Təbii ki, indi yəqin ki, müəyyən qədər keyfiyyəti var, keyfiyyətlidir bəlkə. Hekayə məsələsində Harari'nin dediyi, hekayəni yaradıb, çox qəşəng hekayə yaradıb insanları buna çox rahat şəkildə İnsanlar da özlərinə verdikləri dəyəri əşyalarla ölçürlər ki, Rolex saat taxıramsa mən dəyərliyəm. Bilirsiniz, bilmirəm bu haqqında nə düşünərsiniz? Köhnə kinolarmı deyim, ya nə kitabları oxuyursanız, məsələn Dostoyevskinin kitabı falan, orada insanların keyfiyyətləri, məsələn keyfiyyətli insan deyəndə mədəniyyətin orada çox mədəni insandır, çox savadlı insandır, çox müdrik, alicənab insan. Bu insanlar keyfiyyətli insanlar sayılır. Təbii ki, orada da şey var ki, pulludursa, pullu deyilsənsə, bu məsələ var. Amma indi tam tərsidir. Sanki indi müdrik yaşamaq, ərdəmli yaşamaq var, deyirlər, ərdəm. Əvvəl məsələn Nizami Gəncəvinin şeirlərinə falan belə baxsan, orada da yəni bunlardan da kamil olmaq kimi bir anlayış var. Amma indi demək olar ki, yəni bu anlayışlar yəni dəyərsiz bir şey. Sadəcə pulla, hamısı pulla əvəz olunur. Yəni pulun varsa insansan. Bu arada əvvəl də pullu insanlar daha üstün sayılırlar. Çünki onlar soylu ailədən gəlirdilər. Həqiqətən də onlar daha dəyərli olurdular belə baxanda. Təhsilə daha çox əlləri çatırdı. Dünyanı gəzməyə daha çox əlləri çatırdı. Ona görə onlar həqiqətən də biraz daha dəyərli olurdular ətrafındakilərdən. Necə ki, indi məsələn Instagramda görürük, filan şey aldım, filan yerə getdim, filan şeydən istifadə edirəm, belə deyək, markalar olsun, başqa şey olsun. O dönəmin Instagram olsaydı, necə kamil insan olmalıyam, necə daha dürüst, daha yaxşı insan olmalıyam, necə daha düzdür. İndi o dövrün dürüstlüyü necədir? O dövrün yox, məncə olardı. Yəni o dövrdə tələb sanki başqa idi insanlara. Pul var idi təbii ki. Pullu olmalısan, pul o dövrdə həmişə pul üstünlüyü yarat. Artıq insanın dəyəri tam olaraq pulu ilə ölçüldüyü dövr məncə ən ifrat dərəcəyə çatdığı. Ən ifrat dərəcə. Sən Dostoyevskinin kitablarında görürsən ki, deyir pulu var amma axmaqdır, belədir, elədir. Heç insanlar ona çox da hörmət qılır. Sırf puluna görə bəlkə olar amma indi əksinə axmaqdır amma pulu var. Pulu varsa yəni hörmət gəlir. Bu səbəbdən sonra bizə kofe almaq istəyənlər belə bir şey var ki, məsələn çöldə geyimi falan yaxşı olmayan, bəlkə görünüşü çox da yaxşı olmayan insanlar biz özümüz də bəlkə də daha belə pis davranırıq da belə deyim, başqalarına nisbətən. Kognitiv bias deyilən bir şey ki var, insanın yəni özündən asılı olmayan bir saniyəlik, bir neçə saniyəlik qərəz. Sən onsuz da intellektuallığın, ağıllılığın orada görünür ki, o saniyəni keçəndən sonra özünə əksini təbliğ edə bilirsən ki, yox bu belə deyil. Amma yəni sən axmaqsansa, heç vaxt sən fikirlərinin altında yatan əsas dəyərləri sorğulamayacaqsan. Ona görə ümumiyyətlə məncə bütün bu danışdığımız problemlərin əsas həlli özünü həmişə inkişaf elətdirmək, ağıl baxımından, bilgi baxımından, bilgi, informasiya, yəni hər şeyi sorğulamaq, sistemi sorğulamaq, inancları sorğulamaq, oradakı biaslər, ön yarğılar nələrdir, onları tapa bilməkdir. Öz həyatımıza bir şeyi dəyişdirsə, müəyyən qədər təsir eləyəcək. İlk görüşdəki təəssüratdan çox, məsələn, gəlib iki insan səndən söhbət edir. Biri statusludur, pulludur, biri isə kasıbdır, amma ki, müəyyən qədər bilgisi var. Onlardan birini geyiminə görə yargılaya bilərsən, bu normal bir şeydir. Səndən söhbət edəndə onları ayıra bilirsənmi ki, kim daha dəyərlidir, kim daha dəyərsiz? Bəs yaxşı, sizcə elə insanlar var ki, cəmiyyət haqqında daima düşünərək yaşayırlar. Məsələn, mən bu cəmiyyətə məxsusam, bu cəmiyyət üçün yaxşı nəsə eləməliyəm düşüncəsi ilə. Bəzi insanlar da ki, deyirlər ki, boş verək. Sizcə hansı düzgün? Cəmiyyət üçün yaşamağın da bir mənası yoxdur. Belə fəlsəfi tərəfindən baxanda, yəni onsuz da ölüb gedəcəksən. Məsələn, küçəyə zibil atsan da öləcəksən. Sən nihilist fəlsəfədən çıxış edirsən bu dəqiqə. Bununla bağlı çox maraqlı bir video var idi. Bir dənə kişi danışır, deyir ki, mən müharibəyəm. Sən mənə dəstək vermək istəyirsənsə, heç nə eləmə, danışma. Bu haqqda ümumiyyətlə mənim haqqımda fikirləşmə. Məncə təkcə müharibə yox, bütün qlobal mövzulara bu aiddir. Sən əgər heç nə düşünmək istəmirsənsə, bu sahədə hərəkətə keçməyi, nəyəsə töhfə vermək, təsir etmək istəmirsənsə, düşünmürsənsə ümumiyyətlə bu barədə, deməli sən ona mənfi təsir göstərirsən. Neytral təsir göstərmək deyilən bir şey yoxdur. Dünya üstündə yaşayırsansa, artıq sənin müəyyən bir responsibilitin var. Elədiyin hər şey ya müsbət ya mənfi təsir göstərir. Olsa susmaq da pasiv dəstək verməkdir. Ən azından əlindən gəldiyi qədər bir şey eləyə bilərsən. Bəzi adamlar fədakarlıq edir həyatlarında da, amma o adamlar onsuz da ki, onun üçün doğulublar da demək olar. Məsələn, baxsan tarixdəki Martin Luther King, Nelson Mandela və s. Yəni bu insanlar əslində bu gün bizim əldə etdiyimiz bir çox üstünlüklər ki var, keçmişdə yaşayan insanlara nisbətən. Əslində bu insanların fədakarlıqlarıdır. Vaxtilə bunlar əzab çəkiblər, çətinliklər yaşayıblar, böyük belə deyək də mübarizələrdən keçiblər. Hamısını demirəm.
İrqçiliyin bu gün artıq qaralanan bir şey olması, ayrı seçkiliyin bir çox cins ayrı seçkili olsun, din ayrı seçkiliyi və s. zəifləməsi ən azından keçmişdəki bundan əziyyət çəkən insanların mübarizəsi nəticəsində olub. Onlar öz həyatlarını qurban veriblər və düzdür, o insanlar üçün bəlkə də yəni nə qədər xeyri oldu bunun, amma məncə onlar həyatlarını yaşayanda da çox mənalı, yaxşı hiss edir. İnanmıram, yəni onlar belə bədbəxt hiss edirdilər özlərini. Çünki inandıqları bir şey uğruna yaşayırdılar. Elə bəlkə də problemimiz budur ki, müasir insanlığın problemi. Uğruna yaşayacaq bir şey tapmırıq. Gedib məsələn hansısa şirkətdə işləyirsən, gəlirsən, çıxsan, qayıtsan evə, yəni bir məna tapa bilmirsən. Bu manifest falan ona görə yaranır ki, insanlar həyatlarında bir məna tapmır. İndi də elə insanlar var, mübarizə aparan. Onlarla bəlkə də danışsan, görərsən ki, yəni heç şey onlara mənasız gəlmir. Onlar üçün bəlkə də bu yolda çəkdikləri çətinliklər belə müsbət bir şeydir. Deyirlər ki, belə olmalıdır. Mən pis istəyirəm buna görə. Çox yaxşı bir şeydir məncə. Sağ olan ən yaxşı filosoflardan biri Slavoj Žižek ki, deyir, ümumiyyətlə bu psixologiyanın, müasir terapiyanın sevdiyi məqam hal-hazırda odur ki, bizi ancaq fokuslayır öz içivə, yəni özün haqqında düşün, özünü düşün. Deyir, ona görə siz çıxış yolu tapa bilmirsiniz, dəli olursunuz. Yəni, içində heç nə yoxsa nəyə baxırsan, insan kənardan nəsə almalıdır, bilgi qəbul etməlidir ki, onu nəsə proses edib, nəyəsə çevirib yarada bilsin. Dəyər yaratmaq ancaq kənara yönəlməklə, başqasına yaxşılıq eləməyə çalışmaqla olur. Məsələn, uşaq dünyaya gətirir, ən azından uşağın fikirləşir. Məncə yəni bu həyatlarına bir məna verir. Bu daha yaxşı. Özünə fokuslanmaq. Bəlkə də insan yəni özünə maks nə qədər Məncə uşağa da fokuslanmaq, özünə fokuslanmaq kimi bir şeydir. Uşaq da sənin bir parçandır. hiss eləməmişik deyə məncə o dərəcədə bilmirik. Məna yaradan bir şeydir insanlar üçün. Çünki bəzi insanlar, məsələn Nelson Mandela adicə, yəni neçə il həbsxanada yatıb, bəlkə işgəncələr görüb və s. amma ideyasından dönmür. Ya da ümumiyyətlə dönməyən insanlar olur. Nə edirsənsə elə, sırf ondan güc alırlar bir şəkildə. Bu bəzən din də ola bilər. Məsələn adam bir dinə inanır. Bəzənsə bir ideyasına inanır, onun uğruna yaşayır. Ona görə də heç vaxt nə etsən də o ideyadan dönmür. Çünki onun həyatına məna verən o ideyadır. Arzunun dediyi ilə bağlı bir sadəcə təxmini yürüdürəm. İndi uşaq böyütməyi də, yaxşı uşaq böyüdə bilməyi də müəyyən qədər bir cəmiyyətə töhfə verə bilərsən. Amma namuslu olaraq, əxlaqlı olaraq işi görmək də müəyyən qədər cəmiyyətə töhfə verməkdir. cəmiyyəti düşünərək böyüdülən uşaqlar görmürəm. Cəmiyyəti düşünərək böyütsək, məncə də bu özümüzə də bir şeylər qatar. Özümüzdə adanmış hiss Bu edirik biraz bəlkə də. mənə kimi gəlir, ideal yanaşma ki, idealda belə olmalıdır. Amma yəni elə olmuyor. Yəni insanlar axır ki, mən də uşağım olsa, onu təbii ki Radikallaşdım. olduğu cəmiyyətin dinamiklərinə görə böyüdərəm. Yəni o cəmiyyət necədirsə, o həmin cəmiyyətdə uğursuz olmasın. Yəni uşağı, onsa sən uşağının yaxşılığını istəyirsənsə, bu eyni zamanda cəmiyyətin yaxşılığıdır. Yaxşı uşaqda necə olur? Məsələn, işin düzgün görmək, dürüst olmaq və s. Dürüstlükdən çox uşağına öyrədir ki, kimsə səni vuranda sən də onu vur. Bunu öyrədir uşağına, amma dürüstlüyü də öyrətməlisən də uşağa. Dürüst ol demirsənsə də dürüst Ola olma bilər, demək amma kimi bir şey. yəni axır ki, əgər cəmiyyətdə müəyyən bir qaydalar varsa, o oyun qaydalarına uyğun olaraq uşağı böyütsən. Bəli dostlar, bugünkü söhbətimiz çox maraqlı yerlərə getdi, amma bunların sonu yoxdur. Yəni söhbət uzandıqca uzanır. Çox məncə maraqlı oldu. Hamınıza təşəkkür edirəm bu gün gəldiyimiz üçün. Mənə də maraqlı oldu bu arada. Məncə də maraqlı oldu. Yəni mövzulardan danışanda sonsuz mövzulardan deyirlər ki, əşya o mövzunun axırı yoxdur, başım buraq. Amma əslində bu mövzulardan danışmaq lazımdır daha çox ki, bir yerə gedib vara biləsən və bir şeylər öyrənə biləsən. Məncə bu mövzular daha çox şeylər öyrədir bizə özümüzlə bağlı. Bu tərz videoları bəyənirsinizsə, mövzuları sevirsinizsə və də videonu bəyənə bilərsiniz. Əlavə olaraq kommentlərə, şərhlərə yaza bilərsiniz ki, nə cür videolar çəkək sizin üçün. Mövzu istədiyiniz mövzular, dəvət eləməyimizi istədiyiniz qonaqları. Düzeyində imkan yoxdur hamısını çağırmağa, amma bəzilərini çağıra bilərik, yaza bilərsiniz. Maraqlı oldu bu video. Həm də biraz daha səmimi video oldu məncə bu. Nisbətən daha rahat belə deyək video oldu. Bəlkə gələcəkdə yəqin ki, bunu bu şəkildə sırf söhbət tipində videolar davam eləyəcək. Həm də siz də öz fikirlərinizi, bəlkə biz nəyisə görmürük, biz gün düşünmürük, onu yaza bilərsiniz rəylərə, kommentlərə. Çox sağ olun. Çox sağ olun. Sağ olun.